Növbəti bir sual. Deməli, sinus 70 sinus 14 dərəcə. Sual belədir. Sinus 14 dərəcə üstə gəlinsin kosinus 14 dərəcə vurulsun tangens 38 dərəcə. Tangens 38 dərəcə ifadənin qiymətini tapmaq tələb olunur. Bunun üçün biz nə etməliyik? Bu 14 dərəcələri çevirmə düsturunun köməyi ilə çeviririk. Yəni yazırıq sinus 14-ün əvəzinə yazırıq 90 minus 76. Üstə gəlinsin kosinusda da eyni qayda ilə kosinus 90 minus 76. Tangens 38 dərəcəni. Deməli, sinus böl kosinus nisbəti kimi yazırıq. Yəni olur sinus 38 bölünsün kosinus 38 bərabərdir. Çevirmə düsturu ilə 90 dərəcədə bilirik trigonometrik funksiyalar adını dəyişir və 90 minus olduğu üçün birinci rübə düşür. İşarə də müsbətdir. Sinus çevrilib olacaq kosinus 76. Kosinus 76 dərəcə. Üstə gəlinsin. Burada da kosinus çevrilib olacaq sinus 76 dərəcə. Sinus 76 dərəcə vurulsun sinus 38 bölünsün kosinus 38. Kosinus 38 dərəcə. Baxırıq ki, burada 76 dərəcə 38 dərəcənin 2 qatıdır. Ona görə bu kosinus 76 üstə gəl sinus 76-nı 2 bölü 38 kimi açırıq. Sinus 2 alfanın da açılışı bilirik ki, 2 sinus alfa kosinus alfadır. Yəni 2 sinus alfa. 76-nı 2 hissə bölmüşdür. 2 vur 38 kimi. Ona görə olacaq 2 sinus 38 vurulsun kosinus 38. Vurulsun sinus 38 bölünsün kosinus 38. Kosinus 38 dərəcə. Burada kosinus 38 dərəcələr ixtisar gedir. Bərabərdir. Kosinus 76 qalıb burada. Kosinus 76 dərəcə üstə gəlinsin. Burada da 2 sinus 38 sinus 38 oldu 2 sinus kvadrat 38. Sinus 38 sinus 38 vurdu. Sinus kvadrat 38 bərabərdir. Buradakı bu 76 dərəcəni yenə kosinus 2 alfa düsturu ilə açaq. Yəni kosinus 2 vur 38. Kosinus 2 alfanın da düsturu kosinus kvadrat alfa çıxılsın sinus kvadrat alfadır. Yəni kosinus kvadrat 38 dərəcə çıxılsın sinus kvadrat 38 dərəcə deməkdir. 38 dərəcə deməkdir. Kosinus 76-nın əvəzinə yazdığımız ifadə və üstə gəlsin 2 sinus kvadrat 38. 2 sinus kvadrat 38 dərəcə sinus kvadrat burada demək kosinus kvadrat 38 yazdıq olduğu kimi 2 sinus kvadrat da mənfi sinus kvadrat elədi. Üstə gəlinsin sinus kvadrat 38. Sinus kvadrat 38 dərəcə. Buradan yeni bir trigonometrik yenilik aldıq. Sinus kvadrat alfa üstəgəl kosinus kvadrat alfa bilirik ki 1'dir. Deməli bu ifadənin qiyməti də 1'ə bərabərdir.